Salam, bugün kanalımda ləzzətli, ətirli, şirəli qatları tək-tək sayılan paxlava hazırlayacağım. Əgər maraqlıdırsa, videonu sona qədər izləməyi unutmayın. Elə isə başladıq. İlk olaraq paxlavanın içliyini hazırlamaqla başlayıram. Bunun üçün öncədən yuyub qurutduğum 600 qram qozu blenderdan keçirirəm. Siz bunu ləpə çəkən maşınla da edə bilərsiniz. Qatların tək-tək görsənməsi üçün qozun bu formada üyüdülməsi vacibdir, yəni dişə gələn olmalıdır ki, qatlar paxlavanın arasında tək-tək sayılsın. Xırdalanmış qozun üzərinə 400 qram şəkər tozu, 1 xörək qaşığı üyüdülmüş hil əlavə edib içliyi hazır vəziyyətə gətirirəm. Hazır içliyimiz bu formada olmalıdır. İndi isə paxlavanın üzərinə tökmək üçün şirəsini hazırlayıram. 400 ml, yəni 2 stəkan şəkər tozunun üzərinə 1 stəkan su əlavə edib ocağın üzərinə qoyuram. Şəkəri qazanın dibində bərkiməməsi üçün qarışdıra-qarışdıra əridirəm. Məndə zəfəran olmadığı üçün balaca qaşığın ucunda sarı çiçək əlavə edirəm. Paxlavanın şərbətini çox qaynadıb qatılaşdırmaq olmaz deyə qaynamağa başladıqda çay qaşığının ucunda limon duzunu və 2-3 ədəd hil əlavə edib ocağın altını söndürürəm. Hazır şərbəti başqa bir qaba əlavə edib soyması üçün gözlədirəm. Bu arada mən xəmirin mayasını hazırlayıram. Stəkanın 1/4 qədər hissəsinə ilıq su və yarım çay qaşığı maya əlavə edib qarışdırıb mayanın aktivləşməsi üçün kənarda gözlədirəm. 700 qram unun üzərinə 1 paket vanil, 1 çimdik duz əlavə edib qarışdırıram. Unlu qarışımın üzərinə 150 qram 25%li xama, 3 yumurtanın sarısını, 150 qram otaq şəraitində yumuşalmış kərə yağını, hazır olan mayanı və 1 stəkan ilıq südü hissə-hissə əlavə edib xəmir yoğurmağa başlayıram. Qeyd edim ki, 1 stəkan südün hamısını birdən əlavə etməyin. Mənim kimi hissə-hissə əlavə edin. Paxlavanın xəmiri bu formada olmalıdır, yəni yumuşaq boş olmamalıdır. Hazır xəmirin üzərini streçləyib yarım saat dinləndirirəm. Paxlavanın xəmirinin mayalanıb qabarmasını gözləməyə ehtiyac yoxdur. Gördüyünüz kimi mən 1 stəkan südün hamısını istifadə etmədim. Xəmir yarım saat dinləndimi yetərlidir. Dinlənən xəmiri götürüb taxtanın üzərinə qoyub hissələrə ayırmağa başlayıram. Xəmiri 2 böyük hissəyə və 10 ədəd kiçik hissələrə ayırıram. Böyük hissələrin birini 250 qramdan paxlavanın altı üçün, digərini 350 qramdan paxlavanın üzəri üçün ayırıram. Yerdə qalan xəmiri 10 bərabər hissəyə ayırıb 70 qramdan kündələr tuturam. Kündələri yayarkən yaxşı açılsın deyə üzərlərini streçləyib 5 dəqiqəlik dinləndirirəm. Bu arada paxlavanı bişirəcəyim formanı kərə yağı ilə yaxşıca yağlayıram. Və paxlavanı alt kündəsindən yaymağa başlayıram. Mənim bişirəcəyim forma 4 bucaqlı olduğu üçün xəmiri də 4 bucaq formada açıram. Kündəni bu qalınlıqda yayıb yağladığım formaya yerləşdirirəm. Kənarlarının artıq hissələrini bu formada kəsib çıxarıram. Gördüyünüz kimi paxlavanın ilk qatına heç bir içlik səpmədən ikinci kündəni də yaymağa başlayıram. Paxlavanın birinci və sonuncu qatından başqa orta qatların hamısı gördüyünüz kimi incə formada açılmalıdır.
Açdığım xəmiri birinci qatın üzərinə sərərək kənarlarını səliqəyə salıram. Qatların arasına hava boşluğunun girib yersiz qabartmaması üçün çəngəl vasitəsilə deşiklər açıram. Gördüyünüz kimi paxlavanın ikinci qatından sonra içlik əlavə etməyə başlayıram. İçliyin hər bir qatın arasında eyni miqdarda paylanması üçün yaxşı olardı ki, siz də mənim kimi ölçü stəkanı ilə hər bir qata eyni miqdarda səpəsiniz. Kənarlardan çıxan xəmirləri israf edib atmırıq. Hissələrə ayırıb paxlavanın künc hissələrinə doldururuq. Yəni narahat olmayın, bişərkən bu xəmirlər birləşəcək, paxlavanın arasında heç bir pis görüntü yaranmayacaq. Gördüyünüz kimi hər bir qatın üstündən malakeş vasitəsilə basıram. Bu hava boşluğunun qalmaması üçün çox vacibdir. Yəni siz bunu etməsəniz, paxlava yağda qaynayarkən içlik çıxıb kənarlardan üstünə doğru qalxacaqdır. Və gördüyünüz kimi mən burada 11-ci qatıda sərib üzərinə heç bir içlik əlavə etmədən 12-ci qatıda yaymağa başlayıram. Paxlavanın 12-ci qatı onun ən son üst görüntüsü olduğu üçün onu ehtiyatla əzmədən açıb üzərinə sərmək lazımdır. Gördüyünüz kimi paxlavanın kənarlarını bıçağın arxa hissəsi ilə onun alt hissəsinə qatlayıram. Paxlavanın üst görüntüsünün səliqəli olması üçün malakeşlə sonda üzərini hamarlayıram və üzərinin bərkiməsi üçün yarım saatlıq soyuducuda gözlədirəm. Paxlavanın üzərinin parlaq olması üçün bir yumurtanın sarısını, bir yumurtanı bütöv, bir xörək qaşığı bitki yağını süzgəcdən çırparaq süzürəm. Ən sonda paxlavanın üzərinə tökmək üçün öncədən əridib ayranını ayırdığım kərə yağını kənarda gözlədirəm. Paxlavanın üzəri bərkidikdən sonra onun üzərində kəsib forma vermək bizə asan olacaqdır. Gördüyünüz kimi mən ilk olaraq kəsəcəyim formada xəttkeş vasitəsilə paxlavanın üzərinə izlər qoyuram. Siz də bu formada etsəniz, paxlavanı daha səliqəli istədiyiniz kimi kəsə biləcəksiniz. İndi isə formanın əksi istiqamətində xəttkeş vasitəsilə izlər qoyaraq kəsməyə başlayıram. Öncədən hazırladığım yumurtalı qarışımın hamısını paxlavanın üzərinə tökərək şotka ilə paxlavanın canına yedirirəm. Təmizlədiyim qozları paxlavanın üzərinə səliqəli formada düzərək bişirmək üçün sobaya göndərirəm. Bu arada mən soyuyub birazcıq qatılaşan şərbəti süzüb kənarda hazır vəziyyətdə gözlədirəm. Paxlavanı sobaya qoyduqdan yarım saat sonra onu yenidən sobadan çıxarıb, bıçağı yağlayaraq kəsdiyim yerlərin üstündən təkrar bir daha keçərək, sonda yağını əlavə edib yenidən bişmək üçün sobaya göndərirəm. Artıq paxlavanın ətri bütün evi bürüyüb, onu sobadan çıxarıb, şərbətini əlavə edirəm və soyuması üçün kənarda gözlədirəm. Sonda onu da qeyd edim ki, verdiyim ərzaqların miqdarından 2 kiloqram 700 qramlıq paxlava alınacaqdır.
Bişirdiyim formanın ölçüləri isə 34-ün 26 santimetrədir. Əzizlərim, burada ekranın sağ küncündə aşağıda yerləşdirəcəyim Instagram adresimdən də məni günlük aktiv həyatımın maraqlı paylaşımları ilə də izləyə bilərsiniz. Bu günlük bu qədər. Yeni videolarımda görüşənədək hələlik.